Tarixdə elə bir hadisə olub ki, bir ölkə quşlara qarşı müharibə elan edib və həmin müharibəni uduzub. Avstraliya 1932-ci ildə rəsmi olaraq emu quşlarına qarşı müharibə elan etdi. Bəs problem nə idi? Birinci Dünya müharibəsindən qayıdan əsgərlərə Qərbi Avstraliyada əkinçilik üçün torpaq verilmişdi. Amma həmin il 20 mindən çox emu miqrasiya edərək bu fermalara gəldi. Bütün məhsulu yedi və hasarları dağıtdı. Fermerlər hökumətdən kömək istədi. Bəs hökumətin cavabı necə oldu? Əlbəttə ki, əsl ordu göndərmək. Mayor Meredith adlı bir zabit, 2 əsgər və 2 ədəd ağır Lewis pulemyotu ilə əraziyə yeridildi. Lakin onlar bir şeyi nəzərə almamışdılar. Emular inanılmaz dərəcədə sürətli, dözümlü və ağıllı döyüşçülər idi. Pulemyot atəşi başlayanda kiçik qruplara ayrılıb qaçırdılar. Bu da onlara hədəf almağı qeyri-mümkün edirdi. Bir həftəlik döyüşdən sonra ordu minlərlə güllə sərf etmiş, amma cəmi bir neçə yüz emu öldürə bilmişdi. Pulemyotlar xarab oldu, ordu rüsvay olaraq geri çəkildi. Mətbuat onları ələ saldı. Böyük emu müharibəsində qalib tərəf rəsmi olaraq emular oldu. Əziz dostlar, əgər videonu bəyəndinizsə kanalımıza abunə olmağı, öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.